birinə çıxdıq. Bu böyük bir silsilədir dediyimiz kimi kiçik bir bölümündəyik. İnşallah qismət olar. Başqa kəndlərimizin də mamırtısını açmağa çalışarıq. Bizim bu gün hədəfimiz o Bayramlı kəndinin dədə, baba, 100 illər boyu, 1000 illər boyu bu insanların öhdəsində, istifadəsində olan bu mamırtı haqqında danışmaq istəyirəm. Hörmətli tamaşaçılar, mən özüm saxlayan bir əmrə kək otu, elə onsuz da ətri bu otların 1001 dərdin əlacı, dərmanı otların ətri vurur. Sadəcə mən elə bunu qoxulayaraq o keçmişləri, gəlmişləri yada salmaq istəyirəm. Allah rəhmət eləsin, bayaq adını çəkdim. Xanaoğlan müəllim var idi, çox böyük ziyalı idi. O Xanaoğlan müəllim həm də bu mamırtıya mahmırtlı deyirdi. Deyirdi ki, bəzi köhnə vaxtlar buna mahmırtlı da deyirdilər. İndi qaynaqlarda bəzən mahmırtlı, bəzən mamırtlı, bəzən mağmırtlı kimi də keçir qaynaqlarda, müxtəlif qaynaqlarda. Bu Mur toponimindən çox vaxt bəzi tədqiqatçılar onu bağlayırlar. Məsələ, Samur kimi, Amur kimi, nə bilim nə, yəni su anlamına gəlir. Biraz adamın ağıl da kəsir. Bu mamırtlı ki, bu qədər böyük silsilədir, su ayrıcıdır da, iki dərənin su ayrıcıdır. Məndən sol tərəfdə bu Əsrik dərəsi və orada sıralanan kəndlər, dediyim kimi, aşağıda məsələ Azaflıdır, Bayramlıdır, Əsrik Cırdaxandır. Ondan sonra bax o sıralanan o yalın o başındakı o kirənin kəndləridir. Kirənin kəndləridir. Bu tərəfdə isə, məndən sağ tərəfdə isə Zəyəm vadisinə daxil olan Zəyəm vadisi iki çayın, yəni ki, Zəyəm çayı gedir. Doğrudan da bəzən adamın ağlı kəsir ki, bu Mur bəlkə o nə tərdir, mahmırt, mamur, bəzən indi diletant yanaşımı ilə deyirlər ki, güya ki, bu mamur olub burada qayalarda, mamırdan bağlı. Bu bir diletant yanaşmadan başqa bir şey deyil. Ona görə ki, elə qaya yanaşından elə mamur olar da, qayada da, daşda da mamur olar. Onun təzlərindən daha bu mamırdan bağlamağın əhəmiyyəti yoxdur. Bu daha doğrusu Mur toponimindən, yəni ki, su ilə, su ayrıcı ilə bağlanmağı daha yaxşı olar. Hörmətli tamaşaçılar, mən indi əyilirəm, bu etnografiya olduğuna görə mən bunu deyirəm. Bax, qaymaq çiçəyi buna deyirlər. Dədə, baba, qaymaq çiçəyi, baba, biraz operator qardaşımız yəqin ki, bunu insiyetlini işləyər. Qaymaq çiçəyi budur. Qaymaq çiçəyinin indi çıxan vaxtıdır. Kək otu çiçəkləyib, yetirib. Və çox qəribədir ki, kək otunun da çiçəkləri iki cür çiçəyi var. Bax, biri budur, ağımsoy çiçək, biri də, bax, belə bu, necə deyim, onu çəhrayı mı demək olar? Çəhrayı çiçəkli, bu da kək otunun, kəklik otunun çiçəkləridir. Nəysə, mamırtımızın üstünə qayıdaq. Mamırtı, dədə baba insan bəsləyir, insan yedirdi və öz bir qüdrətli ana kimi həmişə öz dibinə çəkib, sinəsinə elləri, elatları çəkib saxlayıb. Bax, bu suyun, bax, bu bəri tökülən buralar, yenə deyirəm, bayramlı yeridir. Sudan o yana isə yanıqlının geniş, üstləri elə taplardır ki, elə günlüklərdir ki, az qala, nətər deyim, futbol meydançaları kimi. Və orada da elə bil ki, dərin arxlar kimidir. Ancaq bu, öz-özümə mən ilk dəfə görəndə bunu deyirdim ki, bu dağın başında arx nəyə lazımdır, su hardan gələr buraya? Sonra ağsaqqallar dedilər ki, onlar o mərz yerlərin sərhəddini deyək də, sınırını müəyyənləşdirməyə xidmət eləyir. Bəli, günlüklə, bax, bura Körvəli günlüyü deyirlər buraya. Ondan bax, o geniş o heyvanlar otlayan, bax, o meşədən bəri o geniş bir o günlüyə, oraya Musa bəyin günlüyü deyirlər. Tof qaraqaşlıq deyirlər, Güvəndiyin günlüyü deyirlər. Ondan sonra Təhməzli çökəyi, bax, o bizim maşın duran yerdən aşağı, dədə baba bu kəndin qaim qədim nəsillərinə olan Təhməzlilərdir. Təhməzlilərdir, Yağnalılardır, dediyim kimi, Emirlidir, ondan sonra Söyməlilərdir, ondan sonra Babışlıdır, ondan Qaraqaşlılardır, ondan Qaracalardır. Bəli, 19 bunun əsas tirəsi var və
Bunların da hamısı bir-birindən o qədər qohumlaşıb, qaynayıb, qarışıb ki, daha bunlar özləri də fərq qoymurlar ki, sən mi qabaq, sən mi babaların burada olub, bu mu olub, o mu olub? Deməli, burada məskunlaşıblarsa, elə belə məskunlaşmayıblar. Bu insanlardan onların elə sıx əlaqələri olub, elə qohumluq telləri bağlayıb ki, 21-ci əsrdə bir kətdən o biri kəndə gedib və yaxud da bir yerdən o biri yerə gedib məskunlaşmaq çox çətin olur. Elə psixoloji bariyerlər aşmaq nöqteyi nəzərindən. O da ola ki, 500 il bundan qabaq, 1000 il bundan qabaq, 2000 il bundan qabaq kənar bir adam gəlib, kənar bir tayfa, bu köhlü tayfanın içində bərqərar ola bilməzdi. Deməli, bunların qohumluğu, yaxınlığı o qədər belə mis qaynaq kimi münasibətləri var idi ki, bunlar istər-istəməz burada bərqərar olmalı idi. Bəli, bax, mən niyə bu tərəfə yönümü çördüm, hörmətli tamaşaçılar? Operator qardaş, ay Ramil Məhər Quliyevin nəvəsi, Ramil Məhər Quliyev nəvəsi, Əbülfət Həkimin oğlu. Sən də bir ruhlu oğlansan. Bax, o aradakı o heyvan otlayan yerlər, oraya bax, o heyvan mal-qara otlayan yerlər, o qara mal, inək otlayan yerlər və arxaşlanan yerlər, kəlafalara fikir verirsiniz. Biraz siz imkan varsa onu nə tər deyəm, detalını götürərsiniz. Bax, o heyvanların yanı, onlara kəlafa yerlərdir, kəlafalıqdır. Oraya, bax, bu gün də kənd yeri deyirlər. Bizim bu bayramlıda oraya kənd yeri deyirlər, həqiqətən. Və kəndin də kənd olması üçün lazım olan su mənbəyi olmalıydı, meşə olmalıydı, otlağı olmalıydı, qəbirstanlığı olmalıydı. Bunların hamısı, bax, bu bayramlının bu hissəsində, bu mamırtının bu bölümündə hamısı var. Hamısı var. Bax, ondan aşağı gələndə indi qismət olub, yəqin ki, ziyarət eləyərik. Bax, o heyvanlardan bir 3 kol görünür orada. Aşağıda orada daşlar görünür o yastanada. Aşağı sağ tərəfə tərəf. Sağ tərəfə tərəf, bax, onlar qəbirstanlıqdır. Özü çox qədim qəbirstanlıqdır. Müsəlmandan öncə və dinlərdən öncəki qəbirstanlıqdır. Bizim bu insanlar onu göstərir ki, bu tayfa, bu yerli insanlar burada 1000 illər boyu formalaşıb, elə dinlər də gəlib gedib, öz torpağında bərqərar olub. Və orada da, həmən o qəbirstanlıqdan da aşağı, o qayalığa tərəf, orada ocaq dağdağanı olub. Ocaq dağdağanı olub, təəssüf, indi zamana gəlib çatmayıb, quruyub, ya biganəlikdən, ya nədən, o ocaq dağdağan. Yəni, bu da onu göstərir ki, bu tayfa, buradakı yerin insanları dinlərdəncə öncə ağaca sitayiş kultuna, ağaca sitayiş eləyib, bu da hörmətli tamaşaçılar, xahiş edirəm bunu diqqət yetirəsiniz. Dinlərin bəllidir, xristiyanlıq dilinin tarixi bəlli, müsəlmanlığın bəlli, digər dinlərin də tarixi bəlli. Bu onu göstərir ki, bizim xalq çox qədim inanclara malikdir. Ağaca sitayiş, qayaya sitayiş, bulağa sitayiş. Ondan sonra burada su mənbələri olmalıydı. Bəli, su mənbələri, gözəl bulaqlar var burada. Cüyür bulağı var, Noylu bulaq var, ondan sonra Qaraqatlı bulağı var, Daşlı bulaq. Həmən bax bu həndəvərdə Daşlı bulaq, Ağabəy bulağı, bəli, elə sayılmaqla qutarası deyil. Hər dərədə çeşmələrimiz, qaynaqlarımız, su mənbələrimiz və böyük göz doyduran şirəli çəmənlərimiz və ona görə də və açıq da demək lazımdır, 100 il bundan qabaq da, 500 il bundan qabaq da, 1000 il bundan qabaq da aşağı hissələrdə o həyat o qədər də yaşamağa sərf eləmirdi. İsti düşəndə dal deyilənmağa yer yox. Özdə niyə də dal deyilansın ki, hazır bax bu tana, ay maşallah, ağ ot yaxşı görünür, bax ağ otu necə dalğalanır. Yel vurub yengələr oynayır. Biz indi yengələr deyir, əslində o yel vurub yengələn oynamaq deməkdir. Yengələn, indi bizim paltarlarda, milli paltarlarda kişilər geyinən, o arxalığın ucuna buta kimi, yaylıq kimi, bax belə sallanır. Bax ona yengələn deyirlər. Yengələn deyirlər, bax yel vurub yengələn oynayır. Maşallah adamın ürəyi atlanır, gözün hər yanı görür, gözü açıqlıq və bir balacana da belə deyək də, bəzən indi oğru, çapolçu, amban olurdu, elə dağlarda müdafiə olunmaq da daha asan idi. Ona görə ki, elə kişilər ocağının başını kəstirib durmazdılar axı. Bunlar indi
əkin yerlərində, düz yerlərində taxıl əkərdilər, taxıla piçinə gedərdilər. Birdən piçinin yekunlaşması 2 ay çəkərdi, 2 ay yarım çəkərdi, ya yaylağa gedər, ya ticarətindən olar, ya malını bazara sürər. Bunun oba başsız qalmasın və yaxşı müdafiə olunsun deyim, belə yüksəkliklərdə həmişə bərqərar olublar. Və yenə də deyirəm, göz işlədikcə alvız, murğuz arası hər yer görünür. O da bax, kür yaxası kətlər, ondan sonra ceyran çölümüz, göz doyduran ortana genişliklər, adamın ürəyi atlanır. Düzdür, indi bizim gəldi bura elə vaxta düşdü ki, o qədər də aydın görünmür ənginlikləri, düz Qaf dağları da görünür. Bizim adamlar o Qaf dağları Elbrusa alvız deyirdi. Və bu cəmaat da, bizim bu cəmaat da elə Şahdağ silsiləsində Şah dağında yaylaqlayardı. Yaylaq aran həyatı sürərdi, ondan gedərdi o bir dərənin. Burada hamısı bu yüksəkliyin, hörmətli tamaşaçılar, bu özəlliyi odur ki, az qala rayonumuz deyək də tozun bütün, necə demək, hər yanı görünür, hər yanı görünür. Bax, bu tane bura, bayaq ki, mən hörmətli tamaşaçılar adını çəkdim. Bax, bu, fikir verirsinizmi, bu da doğrudan da o tədqiqatlara böyük əsası var. Bax, bu dərə, mənim sağ əlimdəki, bu dərə Zəyəm dərəsidir. Zəyəm dərəsindən, bax, o da o Yel dağı, o uca dağ olan Yel dağıdır. Ondan sonra, bax, bu Mamırtının bu hissəsindən gəlir, o Zəyəmin kanyonu deyək də, Zəyəmin kanyonu bu Mamırtının bu, nə deyəm, Gündoğanından belə hərlənir gəlir. Bu tərəfdə isə, bax, o üstünə gün düşən, o evlər, ağ şifirləri görünən Kirənimizin evləridir. Kirənin o tərəfindən isə, o tərəfdən Əsrik dərəmiz, Əsrik çayımız gedir. Həqiqətən bu Mamırtlı Mar toponimdən ki, yəni su ayrıcı, suyu bölən, həqiqətən elədir. Zəyəm indi çay deyirik. Zəyəm Dədə Baba çox böyük nəhər olub. Salsal Pəhlivanın burada gəmisi işləyir. Və su, belə deyim, az qala bir dəniz kimi olub. O cümlədən bizim indiki Əsrik çayı dediyimiz ərazilər də onun kimi. Buradan mənim gözüm gördü, ay hörmətli Ramil operator. Sən də xahiş edirəm, bu tərəfdən gəl, bir aşağı Kür yaxası və Kür vadimizi də buradan bir lal seyr eləyək. Hörmətli tamaşaçılar, bu keçmiş gələcək, siz bilirsiniz ki, hər cümə günü, yəni 5-ci gün 20:10-da efirə gedir. Təkrarı isə hər şənbə günü 15:05-də olur. Bu, indi anons kimi təsir bağışlamasın, sadəcə belə məsləhəti olunub ki, bunu təkrarlayaq. Nəysə, mən ayağımı niyə saxladım burada və keçmiş gələcək həmişə etnografiyanı, xalq yaddaşını canlandırmağı qarşısına məqsəd qoyur. Bax, buna çaşır deyirlər. Hamımız, çoxumuz eşitmişik. Təəssüf biraz cənə haif ki, vaxtı keçib. Bunun çox ləziz, elə bunu çiğ-çiğ də yemək olur və bunun turşusu da olur. Yəni, turşu deyəndə raziyana qoxusunu xatırladır, hörmətli tamaşaçılar. Bəlkə də o fəsilliyə aid olan
bir bitkidir. Təəssüf vaxtı keçib. İndi turşu deyəndə yəni bizim adamlar ədəbi dildə onu şoraba deyirlər. Yəni ki, duza qoymaq bunu şorabası, turşusu hazırlanır. Çox ləziz, çox mədə bağırsaq üçün, daxili orqanlar üçün və xüsusən iştah açıcı. Bax, təbii ki, bunun bu ot deyək də, bu hissələrindən yox, bu cavan bunların bu budaqları deyək də, bu budaqlarından, bax, bu hissələrdən, bunlardan çox vaxtı keçib. Az qala bunun bir 20 gün vaxtı keçib, bu cavan, o, necə deyərlər, belə qatmamış, çox lətif o həlim hissələrindən, yumuşaq hissələrindən qoyulur və bu hissələr də o turşuya qoyulanda, şorabaya qoyulanda həmən bax, bu otlu hissələr bunun ayrılır və bu turşuya qoyulur, çox ləziz bir süfrə mədəniyyətimizə, xalqımızın süfrə mədəniyyətinə xas olan bir neymətə çevrilir. Gedək indi Kür yaxası kəndlərimizi və Kür vadisini uzaqdansa da seyr eləməyə və buranın möhtəşəmliyini, buranın əsrarəngizliyini qabartmağa çalışaq. Ya Allah. Mamırtı bir tarixi bir yerdəyik, bəlli daha doğrusu bir yerdəyik. Buraya daş nədir, üzr istəyirəm, torpaq oyuq deyirlər. Və daş oyuq da o yanıqlı ilə Bayramlı yerinin sərhəddində, yəni orada daş oyuq var. Bura güya torpaq oyuqdur. Torpağı mənə elə gəlir ki, sonradan töküblər. Yəni bu oyuq da qoylardan bu Bayramlı yerinin arasındakı oyuqdur. Bura bir, mənə elə gəlir ki, bir tapınaq, nəsə bir Bahadır qəbri, bir nekropol, ya siklop tikili kimidir. Ona görə ki, burada böyük daşlar, böyük dairəvi qıraqdan gətirməyə, ətrafda heç yerdə daş yoxdur. Nəhəng daşlardan burada dairəvi tikilmə, dairəvi düzəldilmə bir tikilidir. Tədqiq olunmayıb, tədqiq olunanlara, tədqiq eləyənlərə min alqış olsun. Bunu qabartmaq istədik ki, böyük, çox böyük. İndiki ölçülərdən götürsək, az qala bir 70-80 kvadratda, bəlkə də çox böyük dairəvi bir dairədir və mənim diqqətimi nə çəkdi burada? Göyəm. Bax, buna deyirlər göyəm. Göyəm, baba ilə göyəmdir, vəhşi göyəmdə, yabani göyəm. Biz bildiyimiz həyətlərdə becərilən yox, vəhşi özü də maşallah gör necə tutub, necə gətirib. Və bu da xalq etnoqrafiyası olduğuna görə bunu da qabartmaq istəyirəm, hörmətli tamaşaçılar. Həmən bu yetişən vaxtı, xüsusən bu avqust ayında, nə bilim, sentyabra, payıza dönən vaxtı, bu qora, elə bundan acana, biraz bundan yetişən vaxtı bir balaca bundan ətli olar. Yəni bizim tanıdığımız göyəmin bir 5-6-10 qismi qədər kiçik. Bunu o xalq axı təbabətidir. Bizim verilişin də məramlarından biri xalq etnoqrafiyasını, xalq yaddaşını, xalq yaşantılarını, xalq təbabətini canlandırmaqdır. O ishal olanda nənələr, babalar, o ipək nənələr həmən bunu qaynadarmışlar. Bunun suyunla elə bircə dəfə uşağa içizdirəndə və yaxud da bunun elə meyvəsini yedizdirəndə o ishal əlvəhəl götürülərmiş. Köhnələr demiş, əlvəhəl götürülərmiş. Gör, ona görə deyirəm ki, gör, nənələr, babalar nələri bilirmiş ki, yəni bu əmələ gəldiyimiz bu torpaq hər bir dərdin də əlacını özündədir. Gərək olardı. Bax, indi mən itirdik, batırdıq. Bunu da bir söz arası, onu da deyim, keçmiş SSR təbabətində 7500-dən artıq, 7000-dən artıq bitkinin qədim nüsxələrdə adı bəlli idi və ondan hazırlanan dərmanlar bəlli idi. Bizim dünyanın yetirdiyi, elə deyək də, türk xalqlarının yetirdiyi, təkcə onu Özbəkdən, ya Azərbaycandan, ya Türkmənlə, başqa millət, türk etnosunun hansındansa bağlamaq düzgün olmazdı. İbn Sina'nın reseptləri var və dünyanın qəbul elədiyi şərq təbabətində 7500-ə qədər bitkinin adı çəkilir. Ondan
müasir təbabət, hələ mən indi köhnə yaddaşdan deyirəm ki, Sovet tibb elmi bir 20 il bundan qabağa qədər cəmi 350-yə qədərindən bilirdi, 350-yə qədərindən istifadə edirdi. Ona görə deyirəm ki, unudulub gedir hamısı. Hamısı unudulub. Birdən-bir və yaxud da elə bunun necə deyim, bax bu itburnu deyək də, itburnunun özü. Bu saat bunun qönçə formasıdır. Qönçə formasıdır. Bu tane hələ inşallah açar. Bəzi yerdə də budur hələ açıb, hələ vaxtı keçib. Bəzi yerdə də kimdir istifadə edən, kimdir nə edən, odur bəzi şipovnik deyək də, odur. Yarısı keçən ildən qalan da üstündə, ancaq 1001 dərdin dərmanıdır. İndi bunun elmi adı Həmərsindir. Həmərsin deyirlər. Həmərsin kimin nəyinə lazımdır və kimdir də onu bilən. Elə dədə baba adı bunun itburnudur da. İtburnudur. İndi elmi adında deyilən Həmərsin. 100 dəfə deyilən Həmərsini kim anlayasıdır? Bunun dədədən, babalarımızdan qalan adlardır və bu da 1001 dərdin əlacıdır.